Vladimir Shmandenko 26 yaşlı Ukraynalı idmançıdır və 2016-cı ildə ağırlıq qaldırmağa başlayıb. 1999-cu ildə Krishtapovka adlı kiçik kənd yaxınlığında yerləşən Malgara fermasında doğulub. Kəndə internet gəldikdən sonra Amerika bodybuilderlərinin videolarına böyük maraq göstərməyə başlayıb. O öz idman zalını taxta, kərpic və Sovet dövründən qalma traktor hissələri ilə qurub. 15 yaşında olarkən Vladimir gündə 7 dəfə kəsmi və yumurta yeyirdi. Məktəbə böyük qablarla yulaf apardığı üçün sinif yoldaşları onu lağa qoyurdular. Onun rus dilli YouTube kanalının 10 milyona yaxın abunəçisi var və kanalda əsasən idman zalında etdiyi prank videoları paylaşılır. Powerlifter adətən özünü təmizlikçi və ya yaşlı təqaüdçü kimi göstərir. Geniş iş geyimlərini geyinir və sonra çox ağır çəkiləri rahatlıqla qaldıraraq insanları təəccübləndirir. 2018-ci ildə Ukraynada keçirilən Global Powerlifting Alyansı Dünya Çempionatında 18-19 yaş kateqoriyasında 3-cü yer tutub. Vladimir Shmandenko'nun sərvətinin YouTube gəlirləri və fitness brendlərinin sponsorluqları hesabına təxminən 1,45 milyon funt sterling olduğu bildirilir.